Hakkımda bir yazı yazılırdı. Orada birinci elə buradan başladı. Kimdir Zülfiyə müəllimə? Mən Göyçay rayonundan olmuşam. Orta təhsilini qutarandan sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsini qurtarmışam. Və çox maraqlı mənim həyat, deyək ki, tərcümə halım var. Amma həmişə bir söz işlədir. O yazan da sonunda belə yazmışdı ki, tərcümə halı insan özü bəzəyir. Yəni talih, qismət və insanın həyata olan baxışları. Mən qiyabi təhsil almışam. Birinci kursdan müəllim işləmişəm. Bir neçə saat dərs demişəm məktəbdə. Sonra isə rayon komsomol komitəsində ilk açılan məktəblər üzrə katib vəzifəsinə getmişəm. Sonra ikinci katib. O dövrün ən güclü rayon partiya komitəsinin katibi Rüstəm Səfərəliyev vardı. O bir zaman Heydər Əliyevlə bərabər işləmiş bir şəxsdir. Və onda bir neçə adamın içində o belə baxdı. Dedi ki, bu qızın çox gözəl gələcəyi var. Bu bəlkə də bir şans idi. Və həqiqətən də qısa bir müddətdən sonra mən rayon üzrə fəaliyyətimdə bütün demək olar ki, əksər insanlardan mən hörmətini qazana bildim. Buna səbəb şübhəsiz ki, mənim işimə sevgim olub həmişə və o bugün də öz qüvvəsində qalır. Peşəni düz seçilməsini həmişə vacib hesab eləmişəm. Və hər çıxışımda deyirəm ki, əgər insan öz peşəsini düz seçsə, o həyatın ən xoşbəxt insanı. Nədən? Çünki insanı xoşbəxt edən yeganə faktordur peşə uğuru. Və bir də unutmayın ki, peşədən ayrılmaq olmaz. Yəni biz valideynlərdən dünyasını dəyişən ailəvi dostlarımızdan, kimdənsə, bəyənmədiyimiz insanlardan həmişə tövsiyəm olub və özümə də şanslı hesab edirəm ki, mən peşəmi düz seçmişəm. Nədən? O vaxtda da axtaranda deyirlər ki, katibi tapın. Adımı demirdilər. Sonradan deyirlər ki, həmişə müəlliməni tapın. Yəni mən fəxr eləmişəm, qürur duymuşam ki, hətta öz bir yubileyimin birində Təhsil Nazirliyinin jurnalında özüm haqqında özüm yazdım. Müəllim olmağımla qürurluyam. Nədən? Və bu haqda çox yazılarım var. Cəmiyyətin uğuru təhsildir. Təhsilin uğuru müəllimlə bağlıdır. Bəlkə də yeganə şəxslərdən biriyəm ki, hər dəfə deyirəm ki, üzümüzü müəllimə çevirək. Səbəb nədir? Bir müəllimin bilikləri, qabiliyyəti, əxlaqı, dünya görüşü, peşəkarlığı bütün cəmiyyət üçün vacibdir. Və Azərbaycanda ilk dəfə bu ifadəni mən işlətmişəm. Azərbaycan məktəbi və müəllimə hücumlar başlayanda yazdım. Müəllim qəzetdə mənə bir yazım çıxdı, layiqli nümunə. Orada göstərdim. Birinci vətənimiz haqqında fikirlər söylədim ki, biz bəlkə də dünyanın ən şanslı xalqıyıq ki, millətiyik ki, bizim yerləşdiyimiz ərazi 38-42-ci en dairəsində yerləşir. Bu o deməkdir ki, bura si enerjisi axır, müsbət enerji. Bax, ona görə bizim insanlarımız qabiliyyətlidir, elmlidir, mədəniyyət, ədəbiyyat, elm sahəsində istənilən sahədə bizim duhalarımız var, zəkalarımız var və bizim dünyaya bəxşişlərimiz var. Bunlar bir həqiqətdir. Hətta müəllim haqqında da bir yazı yazdım. Dahiliklə kamillik müəllimdə birləşir. Ondan hamımıza pay düşür. Millətini, dövlətini uca görmək istəsən, müəlliminə diqqət elə, qiymətin ver, tələb elə, sabahına ümid elə. Axı müəllim bütün cəmiyyətin əxlaq keçisidir. Cəmiyyətdə olan hər bir kəs, birinci şəxsdən tutmuş, evdar xanıma qədər, hər bir o təhsildən keçir. Yəni bizim hər birimizin müəllimin qarşısında bir hörmət borcumuz var. Bunu unutmaq olmaz. Və ikinci bir mənada mənim üçün vətən, dil və din məsələsi ciddi məsələdir bir müəllim kimi, bir ziyalı kimi. Həmişə deyirəm ki, bizim vətəndən, dilimizdən, dinimizdən önəmli heç nə ola bilməz. Heç bir var, dövlət, bəlkə də dünyanın hər bir qızılını yıxsan, bunlarla müqayisəyə gəlməz. Ona görə fəaliyyətimdə çalışmışam ki, bu məsələlər çox diqqət edeyim. 94-cü ildən Bakıya gəldim. Ona qədər 88-ci ildə mən SC təhsil şahı üzvü seçilmişdim. Yeganə bir müəllimə kimi və qərarların qəbul olunmasında bugün qürurla deyə bilərəm ki, mənimlə təkliflərim keçib vaxtı ilə
müəllimlərin dərəcəyə görə maaş almasına, dilə münasibət və s. Sonra isə həm də mən bir tarixçi kimi tarix proqramlarının müəllifiyəm. Bir müəyyən dərslikdə rolum var. Və bütün bu sistemlər içərisində mənim üçün maraqlı bir sistem başladı. Məktəbdə çalışan müəllimin birinci yaxıncı köməkçisi kim ola bilər? Təbii ki, ona metodist xidmətinin çox əhəmiyyəti var. Və bu gün də bizim istər yüksək səviyyədə, istər digər səviyyədə bir narahatçılığımız var. Hətta böyük məclislərdə son zaman Milli Məclisin deputatları da bu məsələ münasibət bildirirlər. Deyirlər ki, axı Azərbaycan Müəllimlər İnstitutunun ləğvi bizim üçün böyük problem yaşadır. Nədə? Yəni, Azərbaycanın 170 minə yaxın müəllimi bu xidmətdən kənarda qalıb. Və bax, bu məsələlər haradasa bizi bir narahat edən məsələlərdir. Və mənim üçün bir də fəaliyyətimdə daha çox məni həm narahat edən, həm də bəlkə də sevindirən odur ki, bu sayədə az çox xidmətlərim var. Bilirsiniz, öz xalqımız haqqında, dövlətimiz haqqında maraqlı yazılarım var. Yoxdur yer üzündə elə bir ölkə, 2 qitədən yaşayışı pay düşər. 9 iqlimin payı, onun payına düşər. 9 iqlim qurşağı. Deyir, Kəlbəlaya bərabərdir bir heybə sən düşün. Şərq ilə qərb arasında sən qapsan, dünya üçün böyük ipək yolusan. Bax, verən verir, söyləyir ki, siz bilin, ən böyük sərvət insandır. Gəlin, insanı sevə qədrin bilin. Və bu mənada vətən təəssübkeşliyi, vətəndaş yetirməsi məsələsi mənim fəaliyyətimdə həmişə öndə olub. Bugün də hələ bu hadisələrdən qabaq mən soruşurdum, düşünürdüm ki, niyə bizə vaxtında ata-babalarımız bir məlumat vermədilər ki, bizi nə gözləyir? Bax, inanın ki, o zaman bir yazılar yazırdım. Bölünəndə kiçik xanlığa əl atanda, hər cürə naqisliyə, biz bugünü görmədik. Pul üstündə, hakimiyyət üstündə, ata oğlun, qardaşın gözünü çıxardanda biz bunu başa düşmədik ki, bizi varlı sərvətlə yaradan, həm də dövləti ya da sağ solunda düz yolda bizə düşmən yaratdı. Düşmən ocaq başından düşdü. Ona görə bizim payımıza namus ləkəsi düşdü. Bax, inanın ikinci bir, yenə də axtarırdım, tədqiqat aparırdım ki, yəni bəlkə biz saza sözə meyilli insanlarıq. Bəlkə bizi bir qalada yatmış idim, top atdılar, oyanmadım. Saz ilə, söhbət ilə oyatdılar, mən oyandım. Yenə bir Bakıya düşdü əlimə. Ona bağlı bir yazım var. Bir dastan yaradıldı. Əsli Kərəm dastanı. Kərəmi oda atıb, odda da yandırdılar. Nə söylədi Kərəmi? Deyir, dəyişilmir qara keşiş. Əl götürməz xislətindən, heç dəyişməz məqsədindən, hətta qara keşişi. Bax, bütün bunları yaza-yaza, elə bilin ki, bu hadisə əvvələ 93-cü il hadisələrində, daha sonra təbii ki, 88-ci il hadisələr zamanı və son müharibə dövründə mən bir neçə layihənin reallaşmasında gənclərlə bir yerdə fəaliyyətimiz oldu. İlk növbədə İnsan və Vətən Sevgisi layihəsini demək istəyirəm. Hissiyat edirdik ki, elə bir ki, hansı ərazi nə vaxt bizə azad ola bilər, müharibə nə vaxt başlaya bilər. Bu ilahinin bizə verdiyi bir duyğudur, duyumdur, belə deyək də. Hələ sentyabr hadisəsi öncə bir 2-3 ay qabaq biz bu layihəni həyata keçirməyə başladıq. Və təsəvvür eləyin, 500 nəfər və hətta Türkiyə ilə bir yerdə 1000 nəfər biz müəllimlə, ziyalı ilə bu barədə danışırdıq ki, biz vətəndaşı formalar, vətəndən başqa heç nəyimiz yoxdur. Biz buna hazır olmalıyıq. Və bir də maraqlı oldu ki, həyatımda bunu reallıqdan faydadan sübut edə bilərəm. Mənim öz səhifəm var, Facebook səhifəm var. Orada hər gün müharibə ilə bağlı hansı rayon, hansı ərazi nə vaxt azad olunacaq, bununla bağlı xüsusi yazılarımız var. Və bir də yadımda oydu ki, Şuşanın azad olunduğu günü heç unuda bilmərəm. Əziz həmvətənlər, əziz bacılar və qardaşlar, böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi. Şuşa bizimdir, Qarabağ bizimdir. Bu münasibətlə
bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün Şuşalıları ürəkdən təbrik edirəm. İnformasiya verilməkdən biraz qabaq mən oturdum yazı yazmağa, amma nə yazacağını bilmirdim. Bu vaxtda elan olundu ki, Ali Baş Komandan Şuşa azaddır. Və onun yazısı gəldi. Mən o yazını yazıram. Respublikada hamı tanıyır. Demək, hamı zəng vurur ki, mənə təbrik eləsin. Və mən o zaman o qədər hönkürdə ağlayırdım ki, deyirdim, qoyun yazımı yazım, qoyun yazım. Tələsməyək. Bax, yəni biz o günləri yaşadıq. Ali Başkomandan, sizin rəhbəriniz altında Şuşa şəhəri işğaldan azad edildi. Yaşasın Cənab Ali Başkomandan, eşq olsun Azərbaycan xalqına, Qarabağ Azərbaycandır. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Və indi hər gün, bəlkə bütün çıxışlarımda, bütün görüşlərimdə deyəcəyim ilk söz nədir? Bax, biz bugünkü halımıza görə, bəlkə də aldığımız nəfəsə görə və hər gün işə gəlirik, ailəmizin yanında oluruq. Biz canından can verən, paramparça olmuş oğullarımıza borcluyuq. Biz qazilərimizə borcluyuq. Biz xalqımıza, dövlətimizin onun birliyinə borcluyuq. Yəni o gün bir xoş oldu ki, biz bir ola bildik. Bir oldu. Kimi parası ilə, kimi duası ilə, kimi canı ilə bu qələbəni yaşamaq bizə nəsibdir. Və indi bilirsiniz nə deyirəm çox vaxt hər bir çıxışımda? Deyirəm Allah bunu bizə qismət elədi. Bizə rəhmi gəldi. 30 il o Qarabağlılar, o cənnət məkanda olan insanlarımız. Və biz də deyirdik ki, ilahi görürsən nə vaxt Şuşa azad olar? Nə vaxt Qarabağ? Biz hamımız Qarabağlı ola bildik də. Bu çox ciddi bir məsələdir. Və indi bugün mənim bütün təsir işlərini mən buna səsləyirdim, seminarlarımda, görüşlərimdə və bugünsə bütün keçirdiyim tədbirlərdə deyirəm. Bax, indi bizim məqsədimiz daha çox. Çünki qələbə Allah izin verdi. Xalqımız, dövlətimiz bir oldu. Biz buna nail olduq. İndi bunun qorunması əsasdır. Bax, təsəvvür edin. Çünki niyə? Bizim o qədər bədxahlarımız var ki, sağda, solda, hətta evin içində, öz içərimizdə. Bax, ona görə indi yumruq olmağın vaxtıdır, indi məsuliyyətli olmağın vaxtıdır. Və hər birində öz kitabımı mən o hadisələri yazdım, şəhidlərdən bağlı. Biz hamımıza o qələbəni hamı aid edəcək. Zəfərimiz mübarək. Mən onun adını belə qoydum. Və o yazılarımda da mən bir daha göstərirdim ki, və bugün tədbirlər keçirəm, şəhid anaların yanında oluram, onlarla görüşürəm. Hər gün elana var ki, o 2 evladını itirib. Mən hər gün çalışıram ki, onu tezdən mütləq və bir mənalı zəng eləyim ki, mən o ananı necə itirdim. Amma mən şükranam ki, mən o analara müəyyən qədər sözümlə təsir edə bildim. Mən onların başından bir qrupunun qaranı açıb dedim, yaşayın, yaşadın. Bizim haqqımız yoxdur. Biz nə istəyirik ki? Hamı istəyir ki, əzizlərinin yeri cənnət məkanı olsun. Şəhidin yeri cənnətdir, uca məkandır. Və onun yaşaması üçün bizə yaşamaq lazımdır. Və bu proseslər içərisində bir sözü həmişə deyirəm. Bugün də istəyirəm ki, onu hamı eşitsin. Mənim əzizlərim, hörmətli analar, şəhidin atası var deyirəm. Gəlin, şəhid valideyn deyək. Ona görə ki, bir qadın kimi biz ağlayarıq, yarabır, kiriyərik. Amma atalar ağlaya bilmir. Kişilər ağlaya bilmir əslində. Onların sadəcə ürəyi partlayır.
Bax, ona yol vermək olmaz. Həm də bu məqamda mən istəyirəm ki, bir məqama da həmişə çıxışlarımda, verilişlərim mənə qoşulur qəflətən. Bilirsiniz, xoşbəxtlik nə zaman olur? Allah gözəl yaratdı. Adəmi gözəl, birinci yaratdı. Amma ol deməklə olasıydı, sən ədalətə bax. Onun razılığı ilə ikinci bizi yaratdı, qadını. Və ona görə dünən də bir tədbirim vardı. O da deyəndə yenə hər dəfə deyirəm ki, bizim Allaha böyük məhəbbətimiz və etiqadımız, onun yaratdığı birinci kişiyə hörmət bizim borcumuzdur. Və bizim həm bu dünyada, həm də o dünyada bizim hesabatımızdır. Atıya hörmət, qardaşa hörmət, yoldaşa hörmət, ümumiyyətlə cəmiyyətimizdə proseslər, xüsusən təhsil sisteminə gətirsək, bilirsiniz ki, bir zaman məktəblərdə kişi müəllimlər daha çox idi. Amma məktəbdə olan vəziyyət, maaşın azlığı, imkansızlıq, bəlkə də bu ona gətirib çıxartdı ki, bizi içəridən o idi də. Və təsəvvür edin ki, ailənin başçısı evə daxil olanda əsl xanım ayağa durur, atanız əsasdır. Biz hətta balaca vaxtda misal çəkirdim ki, bəlkə bir balaca bir qüsur elanda, bir iş olanda rəhmətli anam deyirdi ki, dinəm onu sən eləmsən, ata canıdır, biz deyə bilməzdik. Amma atanın canı biz müqəddəs bilmişik. Niyə? Onu bizə analarımız elə aşılamışdı. Məktəbdə də bu belə idi. Hamı bilir ki, bu məktəbdə bir kişi müəllimin olması. Sonra mən izah edim, baxanda bir vaxtda ayrı da qızlar ayrı oxuyurdu, oğlanlar ayrı. Amma sonra gördünüz o birləşir. Niyə? Çünki onların bir yerdə olması həm ünsiyyət üçün, həm əxlaqi nöqteyi nəzərdən, həm bir təsiri var bu işlərin ki, bunlar ciddi məsələlərdir mənim aləmimdə. Və bugün məktəbdə olan proseslərdə daha çox suallar verirlər. Misal üçün, bugün gənc müəllimlərlə bağlı. Yəni biz vaxtilə, yəni mənim xatirimdədir ki, ilim müəllimləri ilə bağlı biz müsabiqə keçirdik. Misir müəllimin dövründə çox bizim dəyərli ziyalımız. Və onun ilkin təşkilində mən yaxından öz komandamla iştirak eləmişəm. İnanın 2004-dən başlayaraq biz hər 100 müəllim 50 məktəbin seçilirdi. İlim məktəbi, ilim müəllimi. Və onlarla biz hazırlıq görürdük. Və onlardan sonra deyildi ki, Zülfiyə müəllimənin komandası bizi hazırlayıb. Orada bir köpük, ciddi deyəti, bəlkə bunu pozarsa oradan. Orada ikinci bir fikir ola bilməz. Ən qabaqçıl müəllimlər sözün həqiqi mənasında o bizim o qəhrəman müəllimlərimiz o ad aldılar. Onlarla böyük tədbirlər görürdük. Yəni bu adət ənənəni pozmaq olmaz. Mən hətta sərf-sərf fikirləşirdim ki, belə bir ifadəni mən məktəbdə muzeyə yaradanda tarixdə yaşanası muzeyi. Mən onun qarşısına yazım yapışdırdım ki, keçmişi öyrənək bugünün xatirinə, gələcəyi yaxşı qurmaqdan ötürü. Amma bugün hiss eləyirsən ki, bütün keçmişə güllə atmaq olmaz. Gələcək bizi topa tutar. Bax, bugün ən qüsurlu cəhətimiz, mən bütün sferalarda biz bunu hiss edirik ki, elə bir hamı gələn kimi, hamı elə bilirsiniz ki, yaşdaşmaq, ömür yaşamaq, bu özü bir Allahın bizə bir lütfüdür də. Mən onu hamıya deyirəm ki, hamıya da arzu edirəm ki, onlar bütün etapları keçək, həm uşaqlığın, həm gəncliyin, həm orta yaşın, həm də ahıl yaşını və onlar bizim üçün bir nümunədir. Əslində, həm evdə, həm cəmiyyətdə bu ahıllara olan münasibətlərə bugün bizi narahat eləyir. Necə ola bilər ki, evladlar yaşlı ata və anasından bugün imtina edirlər. Mənim xatirimdədir, mən o zaman biz bərabər Moskva, Kiyev, Leningraddan, bir də Bakıdan nümayəndə getmişdik. Və onlar danışanda ki, bizim pedaqoji iş belə-belə, güya biz irəlidə getmişik, siz geridə qalmışsınız. O zaman mən dedim ki, siz hansı pedaqoji işdən danışırsınız ki, sizin 10-12 yaşlı qızlarınız atellərin qabağına çıxır, içinə yox. Onda onlar mənə bir söz dedilər. Dedi, siz xoşbəxtsiz. Ona görə ki, sizin möhkəm ailəniz var. İndi gəlin baxaq görək bugün. Bəs hər şeyi biz dağıdaq. Möhkəm ailəni dağıtmaq mı olar? O ailədə kişiyə hörmət, qadın yenə. Mən həmişə soruşuram ki, siz bəlkə bir soruşasınız ki, Zülfiyə müəllimə, sən hansı yenilik gətirdin başqalarından fərqli olaraq? Mən həmişə deyirəm ki, ünsiyyət və mühit haqqında mənim xüsusi sözüm var. Nə mənada? Mühit nədir və o mühiti yaradanlar kimlərdir? Təbii ki, kişi birinci şəxsdir. O ailənin sipəridir, qoruyucusudur, onu qurandır, onu yaradandır. Allahın izni ilə ikinci şəxsi qadın edən, ana edən
Bu kişidir və ona hörmət, ataya hörmət, evladlar arasında münasibətlər nə qədər ciddi olursa, səhər tezdən o mühür olanda deyir aşıq üz görən yerə gedir. Hamı səhər tezdən durur, bütün dünya ailələrdən ibarətdir, təsəvvür edin. Əgər bütün ailələr səhər tezdən duranda o süfrədə oturar, ehtiqatını eləyər və nə deyər, onun beynindən nə keçər? Ya xoş fikir keçər də, sağlam bir fikir. Sağ gedək, salamat gedək, işimiz uğurlu olsun, dünyamız salamat olsun. Bax, o mühitdə, bəli, həmin mühit gəlməlidir bizim məktəbimizə, bizim iş yerimizə və izah eləyəndə bir neçə məqamda mən demək istəyirəm. Yəni, məktəb və valideyn münasibətlərindən danışanda, bir də tərbiyə haqqında danışanda, mən izah edirəm bu verilən biliklərlə ki, inanın, hər şeyin ilahidəndir, Allahdandır. Bütün o bizim bacarıqlarımız, qabiliyyətlərimiz, taleyimizi və amma onun ailədə formalaşması. Bax, baxın da, uşaq anadan doğulur. Bax, bugün biz tədqiqatçıdan danışırıq da. Mən ardıcılı tədqiqatçılığımı itirməyim. Deyir, tədqiqatla məşğulum. Uşaq anadan olan kimi axtarıcılıqla məşğulum. O süt axtarır, yemək axtarır, biraz böyüyür, başlayır da hər şey. Yeməli demək əslində o tədqiqatçılıq bacarıqdır. İlahidən ötürülür. Biliklər də belədir. Çünki ayət-i kürsüdə yazır ki, onun elmindən o istəyən qədər götürə bilərik. Sonda nə yazır? Hər kəsi biz qəlbi tutan qədər yüklüyürük. Baxın, məktəbə gələndə və izah edirəm. Orada bizim rolumuz əvəzsizdir. Biz müəllimi, biz məktəbin. Biz o verilənin inkişafına, dərinləşməsinə, istiqamətləndirməsinə yaxından kömək edə bilərik. Çünki əsl müəllim bilir ki, seçilmiş müəllim, anadan müəllim də olmuş müəllim. Mən müəllim haqqında çox ciddi məsələ danışıram ki, insan o peşəsinin sahibi olsun da. O bilir ki, onun sinifində olan uşaqlar kimlər olacaq. O baxan kimi təyin edir. Çünki müəllimində xüsusi bir hissiyyat var. Və müəllimin bir nömrəli vəzifəsidir ki, o məhəbbətin hamıya bərabər bölür. Və müəllimin mükafatı, insanın qidası enerjidir. Siz bunu bilirsiniz. Və o uşaqların gözündə olan məhəbbət biz müəllimləri həmişə cavan saxlayır. Bizim ən böyük uğurumuz ona gətirib çıxarıram ki, bizim dövlətimiz var. Bu da dünyada olmayanlar da var, düzdürmü? Amma bizim dövlətimiz var. Bu dövlət müstəqil dövlətdir. Və bu dövlətin qorunmasında heç bir ambisiya yol vermək olmaz. Yuxarıdan tutmuş aşağı qədər unutmaq olmaz. Çünki bizim sağ solumuzda, düz yolumuzda bizi istəməyənlər çoxdur. Bu torpağı varlı sərvətli yaradıb. Onun ən böyük sərvəti insan olmanı dəfələrlə mən vurğulayıram. Və bugün də o fikrimin üstündəyəm ki, bu qələbənin saxlanması üçün, bu dövlətin qorunması üçün 3 əsas şərt var. Şəhdinə hörmət, qazisinə diqqət, insanına diqqət. Bax, bunlar çox vacib səhvdir. Yəni, bu insanların hesabına dövlətimiz var. Bu Allahın mərhəməti ilə bizim gözəl dilimiz var. Mən dil haqqında 1996-cı ildə bir yazı yazmışam. Bugün dövlət rəhbəri dil haqqında danışır. Dilimizin saflığı uğrunda danışır da. Çox maraqlı bir yazı idi. Var Qafqazda incə dil. İncə, zərif olan dil. Sənin dilinə, tay dilindən yoxdur, bunu bil. Sev dilini, öyrən dilini. Bütün şərqdə məşhur olan Azərbaycan dilini sev, öyrən. Qadağalar məhv edə bilmədi, zəiflədə bilmədi. O daha da güclü oldu. Bütün şərqdə məşhur olan Azərbaycan dili oldu. İndi siz tapşırığa baxın. Neynəməli? Deyir ki, sevməli, sevdirməli. Öyrənməli, öyrətməli, gözün kimi qoruyub həm də bilməli. Bu dil dünyanın dili olacaq. Yəni bizim dilimiz haqqında bir də əsas çəkirəm misalı ki, Lermontov vaxtı ilə Qafqazda olanda necə demişdi? Deyir də burada bir dil var, zərifli incəlinə görə. Frank dilindən də zərif və gözəldir. O zaman bilirsiniz ki, hamı fransız dilinə, Frank dilinə öyrənmək. Görün, həm də bilirsiniz, mən nəyə görə maraqlıyam, bunun çox təbliğatını edirəm. Bax, bizdə deyirlər ki, filan dil bilir. Hər fikri ifadə etmə sözlər var. Mütləq və bir mənalı, ibtidai təhsil ana dilində olmalıdır. Səbəb, çünki təfəkkür
ana dilində inkişaf edir. Amma bunu deməklə onu demirəm ki, dil öyrənməyək. Bizim istedadlarımız çoxdur, dil öyrənmək qabiliyyətimiz. Və hətta ən çətin məqamda insan dünyaya uşaq gətirir qadın. Bu filmdə də göstərilir. O ana dilində anasını çağırır. Ərəbcə çağırmır, İngilizcə çağırmır. Bunlar ciddi məsələdir. Azərbaycanı bütün dünyada bu gün təmsil edən bir elm adamımız var. Ağdamda doğulub. Həkimdir qısaca. Amma ilahi ona 2003-cü ildə yeni bir elm bəxş elədi. Əsrin eranın elmi. Alternativ psixologiya. Onlar da ölkənin həqiqi və fəxri akademikidir. Elmlər doktoru, professordur və yeganə adamdır ki, Oxford Universitetində, akademiyasında daha doğrusu, alternativ psixologiya departamenti açılıb, onun rəhbəridir. Burada bizim Beynəlxalq Energetika Akademiyamızda xüsusi bir bölmə açıldı. Deməli, tibbi biologiya və ekologiya. Bilirsiniz nəyə görə? Bugün ekologiyanın qorunması nə qədər önəmlidir. Bu ekologiyanın qorunması və insan ekologiyasının qorunmasında bu alimin böyük nəticələri var. Həm elminin nəzəri, həm praktik və onun məmnuniyyətlə insanlara bəxş edir. Bax, biz necə qürurlanmayaq ki, Azərbaycan məktəbinin yetirmələşinə bax, liderlərimiz var. Elm, mədəniyyət xadimləri, bunların hamısı Azərbaycan məktəbində yetişib və Azərbaycan müəlliminin əməyinin nəticəsidir. Ona görə hörmətli dövlət başçının səhifəsində mənim 2 yazım durur. Biri müharibənin nəticəsinə bağlı, digəri bizim universitetin pedaqojun 100 ili ilə bağlı və onun hər birində yazıram. Azərbaycan məktəb və müəllimi hörmətə layiqdir. Biz bunu gərək qoruyaq. Bu bizim ən vacib məsələlərdən biridir.